Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbi yetirməsi ardıcıl 2 erməni güləşçisini məğlub edərək beynəlxalq turnirin qalibi oldu. Gürcüstanda keçirilən turnirdən daha 3 güləşçimiz də medalla qayıdıb. Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə Lənkərandan 4 idmançı iştirak edirdi. 2 gün davam edən yarışda 23 kiloqramda Yusif Mirzəyev, 29 kiloqramda Ramazan Hüseynov, 32 kiloqramda Hüseyn Ağayev və 35 kiloqramda Alişan Verdiyev rəqiblərinin gücünü yoxlayıblar. Onlardan ikisi birinci, ikisi isə üçüncü yerdə qərarlaşıb. Turnirdə Hüseyn Ağayevin çıxışı daha yadda qalan və qürurverici olub. O əvvəlcə yarım finalda, daha sonra isə final görüşündə erməni rəqibinin kürəyini yerə vurmağı bacarıb. Ona həlledici görüşdə cəmi 40 saniyə vaxt kifayət edib. 5 nəfərlə güləşdim. Yarım finalda ermənini məğlub edərək finala yüksəldim. Finalda da erməni ilə düşdüm. Ermənini məğlub edərək birinci yerə layiq göründüm. 4 idmançı ilə güləşdim. 4-ünü də məğlub elədim. Birinci yerə layiq oldum. Qarşıdan bizi Rusiyada da yarış gözləyir. İnşallah orada çalışacağım, çempion oldum. 4 rəqiblə güləşdim. Birindən məğlub oldum. Üçüncüyə layiq oldum. Gələn yarışlarda çalışacağım ki, birinci etdim. 4 rəqiblə güləşdim. Birinə uduzdum. Üçüncü yerə çıxdım. Baş məşqçi Ali Ağayev qazanılan qələbəni yüksək qiymətləndirərək qalibiyyəti gərgin hazırlığın nəticəsi olduğunu bildirdi. 3 ölkə orada iştirak edirdi. Azərbaycan, Gürcüstan, Ermənistan komandası. Yarış 2 yaş qrupunda keçirilirdi. 2005, 2006, 2007, 2008, 2009-cu illər. Biz bu yarışı çox güclü hazırlaşmışdıq. Şükürlər olsun Allaha, nəticəmiz çox gözəl oldu. İdmançılar hazırda Rusiyada keçiriləcək beynəlxalq yarışa hazırlaşır. Bu yarış idmançıların təcrübə qazanması üçün yoxlama xarakteri daşıyır. Eyüp Məmmədov, Elnur Ələkbərov, Eldəniz Qurbanov, Lənkəran.